Salam əziz və hörmətli televiziya tamaşaçıları, Din və Cəmiyyət verilişinin növbəti buraxılışında sizi xoş gördük. Bugünkü proqramımız 44 günlük vətən müharibəsinə həsr edilmişdir. Düz 5 il bundan əvvəl Ali Başkomandan İlham Əliyevin rəhbərliyi və əmri ilə rəşadətli ordumuz zəbt olunmuş torpaqlarımızı işğaldan azad etdi. Əlbəttə, bu tarixi qələbəni şərtləndirən bir çox amillər vardır. Bunlar içərisində rəşadətli ordumuzun, zabit əskər heyətimizin milli mənəvi dəyərlərə bağlılığı həlledici rol oynamışdır. Bu haqda daha ətraflı müzakirələri biraz sonra davam etdirəcəyik. İndi isə növbə ənənəvi olaraq Quran ayələri rubrikasınındır. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم إنا فتحنا لك فتحا مبينا ليغفر لك الله ما تقدم من ذنبك وما تأخر ويتم نعمته عليك ويهديك صراطا مستقيما وينصرك الله نصرا عزيزا هو الذي أنزل السكينة في قلوب المؤمنين ليزدادوا إيمانا مع إيمانهم ولله جنود السماوات والأرض وكان الله عليما حكيما ليدخل المؤمنين والمؤمنات جنات تجري من تحتها الأنهار خالدين فيها ويكفر عنهم سيئاتهم وكان ذلك عند الله فوزا عظيما. Həqiqətən biz sənə açıq-aydın bir fəth, zəfər bəxş etdik ki, Allah sənin keçmiş və gələcək günahlarını bağışlasın, sənə olan nemətini tamamlasın, səni doğru yola yönətsin və Allah sənə şanlı bir zəfər bəxş etsin. Möminlərin imanlarını daha da artırmaq üçün onların qəlblərinə mənəvi rahatlıq verən odur. Göylərin və yerin orduları da Allaha məxsusdur. Allah hər şeyi biləndir, hikmət sahibidir. Bütün bunlar Allahın mömin kişiləri və mömin qadınları altından çaylar axan və içində əbədi qalacaqları cənnətlərə daxil etməsi və onların günahlarının üstünü örtməsi üçündür. Bu, Allah dərgahında böyük bir uğurdur. Əziz tamaşaçılar, verilişimizin bugünkü qonağı Milli Azərbaycan Tarixi Muzeyinin Vətən Müharibəsi Fondunun müdiri, tarix üzrə fəlsəfə doktoru Şəfa Mövsümovdur. Xoş gördük Şəfa müəllim, salamlayırıq sizi. Bugünkü mövzumuz çox əhəmiyyətli və Azərbaycan tarixi üçün çox mühüm olan bir məsələyə həsr edilmişdir. 44 günlük vətən müharibəsi. Əlbəttə, son 2 əsr Azərbaycan tarixini tədqiq etdikdə bu hadisəni Azərbaycan tarixinin ən zirvə nöqtəsi də hesab etmək olar. 30 ildən çox işğal altında qalan torpaqlarımız rəşadətli ordumuz tərəfindən azad edildi və Azərbaycan suverenliyi bərpa edilir. Əlbəttə, bu çox əlamətdar bir hadisədir. Həm Azərbaycan tarixi kontekstində, həm ümumi müharibə tarixi fonunda bu hadisənin dəyəri, yeri, rolu, əhəmiyyəti nələrdən ibarətdir? Çox sağ olun. Dəvətiniz üçün təşəkkür edirəm. Fürsətdən istifadə edib
Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsində, onun konstitusiya quruluşunun qorunmasında, suverenliyinin bərqərar olunmasında və həmçinin torpaqlarımızın azad edilməsi uğrunda canlarından keçən həmvətənlərimizə uca Allahdan rəhmət diləyirik, qazilərimizə can sağlığı arzulayıram. Qeyd etmək istərdim ki, artıq 5 ildir ki, Azərbaycan xalqı öz tarixinin ən şərəfli bir dövrünü yaşayır. Tam 5 il bundan öncə Ali Baş Komandanın iradəsi və qətiyyəti nəticəsində ordumuz əks-hücum əməliyyatlarına keçərək işğalda qalmış torpaqlarımızın böyük hissəsini azad etdi və düşməni kapitulyasiya imzalamağa məcbur etdi. Bundan sonra Azərbaycan ərazisində yerləşmiş separatistlər 23 saatlıq lokal antiterror əməliyyatları ilə aradan qaldırıldı və nəticəcə Azərbaycan özünün tarixi torpaqlarını tam bərqərar etməyə nail oldu. Əlbəttə, 44 günlük vətən müharibəsi tarixi Azərbaycanın siz qeyd etdiyiniz kimi son 2 əsrlik tarixində ən yadda qalan və ən aktual bir dövrü əhatə elədi və Azərbaycan xalqı, onun rəşadətli ordusu, zabit və əsgər heyəti təkcə Türk və İslam dünyasında deyil, bütövlükdə götürdükdə dünya xalqları arasında tarixi ədalətin bərpa olunmasını missiyasını yerinə yetirdilər. Müharibənin bir sıra xarakteri xüsusiyyətləri vardı. İlk öncə bu əks-hücum əməliyyatları Azərbaycan ərazisində gedirdi. Bu baxımdan bu çox ədalətli bir müharibə idi. Digər bir tərəfdən bu müharibədə Azərbaycan ordusu və əsgərləri bir gündə olsun geri çəkilmədilər. Həmçinin digər xüsusiyyətlərdən biri də ondan ibarət idi ki, ordumuzun əks-hücum əməliyyatları nəticəsində qarşı tərəfin, yəni düşmənin bir nəfər də olsun mülki şəxsi heyəti zərbə almamışdır. Və eyni zamanda əks-hücum əməliyyatları zamanı şanlı ordumuz təbii ekoloji mühitin də qorunmasına çalışmışlar. Həmçinin tarixi, arxeoloji və mimarlıq abidələrinin də müharibə və hərbi əməliyyatlar zamanı qorunmasına da çox fikir vermişlər. Məhz bu amillər beynəlxalq hüququn bütün konvensiyalarının hərbi əməliyyatlar zamanı yerinə yetirilməsinə nail olunduğunu göstərir. Amma müharibə dövründə qarşı tərəfin qadağan edilmiş silahlardan Azərbaycanın mülki şəxslərinə Gəncədə, Bərdədə, Mingəçevirdə, Naftalanda, Ağcabədidə, Beyləqan və digər rayonlarımıza atdıqları bu qadağan olunmuş silahlar nəticəsində mülki şəxslər və onların yaşayış binaları dağıdılmışdı. Bütövlükdə onu demək olar ki, 44 günlük vətən müharibəsi tarixi düşmən üzərində ümumi qazanılmış qələbənin ən pik nöqtəsi idi. Bir məsələni də qeyd etmək lazımdır ki, qələbəni şərtləndirən amillərdən də biri peşəkar ordunun formalaşdırılması idi. Əlbəttə, bu çox 10 illik bir müddətdə aparılmış işin yekun nəticəsi idi ki, çox çətin relyefə malik. Siz də təsdiq edərsiniz ki, Qarabağ çox çətin relyefdən ibarətdir. Orada hərbi əməliyyatların aparılması çox böyük peşəkarlıq və rəhbərlik tələb edir ki, ordumuz bu missiyanı da çox yüksək səviyyədə dünya ictimaiyyətinə göstərə və çatdıra bildi. Bax, bu məsələ haqqında fikirləriniz bizim üçün çox maraqlıdır. Ordumuzun peşəkar hazırlığı və qısa müddətdə böyük bir ərazini işğaldan azad etməsi məsələsini necə dəyərləndirmək olar? Çox vacib bir amilə toxundunuz. Qeyd etmək lazımdır ki, Azərbaycan öz tarixi müstəqilliyini bərpa edən zaman Azərbaycanda torpaqlarımızın müdafiəsi üçün yalnız güc qurumları və bir də könüllü dəstələr vardı və ölkədə tam formalaşmış bir ordu yox idi və 1993-cü ilin yayında Heydər Əliyevin hakimiyyətə gəlməyindən sonra Azərbaycanda ümumi səfərbərliklə bağlı çağırışlar edildi və ondan sonra milli ordunun formalaşması prosesinin yarımçıq qalmış məsələlər də öz həllini tapdı və artıq 1994-cü ilin yanvarından başlayaraq Beyləqan, Füzuli istiqamətində düşman əks-hücum əməliyyatlarının qarşısının alınması onu göstərdi ki, qısa vaxt ərzində ordunun necə də peşəkarlaşması prosesi başlayır. Amma bütün bunlar düşmən ordusundan hələ də müəyyən qədər geri qalmanı göstərirdi. Amma Heydər Əliyevin rəhbərliyi altında Azərbaycan yeni bir ordusunun formalaşması, müasir dünya standartlarına cavab verən həm maddi texniki təchizatın, həm ordunun döyüş qabiliyyətinin formalaşması prosesi sürətləndirildi və Azərbaycanlı hərbiçilərin xarici hərbi kurslarda, təlimlərdə
iştirakı, eyni zamanda oxumağa göndərilməsi və peşəkar zabit ordusunun formalaşması çox mühüm amili oldu və artıq 1999-cu ildən başlayaraq Azərbaycan ordusunda xüsusi təyinatlı qüvvələr formalaşmağa başladı ki, biz bunların gücünü 44 günlük Vətən müharibəsində və ondan öncəki hərbi əməliyyatlar zamanında biz bunu görə bildik. Xüsusi təyinatlı qüvvələrin əlbəttə qələbənin qazanılmasında çox böyük bir rolu vardı. Azərbaycan ordusunda həmçinin dağ atıcı taburları, dağ atıcı qoşunların da biz formalaşmasını görə bilərik ki, çətin relyef şəraitində su, meşə, dağlıq, dağətəyi ərazilərdə keçilməz olan yerlərdə ordumuzun şəxsi heyətinin təlimlərdən aldığı bilik və bacarıqlar özünü göstərməyə başladı. Və qeyd etmək lazımdır ki, ordumuzun bu cür xüsusiyyətlərlə yanaşı onların mənəvi psixoloji hazırlıqları da çox mühüm rol oynadı. Çünki bəzən onlar bu cür çətin relyef şəraitində ekstremal vəziyyətlərdə özlərini itirmirdilər və çıxış yolunu tapırdılar. Bu kritik situasiyadan onların çıxması da ordunun peşəkarlığını göstərirdi. Və bütün bunların hamısını kompleks olaraq deyə bilərik ki, Azərbaycanda yeni formalaşmış bu ordu, bu qoşun növü özünü qələbənin tam təmin edilməsində göstərdi. Təşəkkür edirəm. Əziz tamaşaçılar, verilişimizin bu məqamında sizi dini məbədlər və tarixi abidələr rubrikasını izləməyə dəvət edirəm. Əsası 1752-ci ildə Qarabağ xanlığının əsasını qoymuş 1-ci Qarabağ xanı Pənahəli xan Cavanşir tərəfindən qoyulmuşdu. Şuşa yaylasını əhatə edən, yaylanın şimal hissəsi düzəngah olduğu üçün bu hissədə daha hündür və daha möhkəm inşa edilmiş Şuşa qalasının bir çox fraqmentləri günümüzə qədər gəlib çatmışdı. Qalanın 3 qapısı olub. Günümüzə ikisi, Gəncə qapısı və Ağoğlan qapısı gəlib çatmışdı. Qala uzun illər Şuşanı yadelli işğalçıların hücumlarından müdafiə eləmişdi. 1795-ci ildə Qacarlar dövlətinin şahı Ağa Məhəmməd Şah Qacar 80 minlik ordu ilə şəhəri bir ay mühasirədə saxlamasına baxmayaraq Şuşanı işğal edə bilməmişdi. Şuşa qalası bu gün də öz təyinatına görə aktuallığını itirməmişdi. 44 günlük Vətən savaşında Şuşanı azad edən əsgərlərimiz sonradan düşmənin əks hücumunun qarşısını alarkən həm də qalaya sığınmışdılar. Şuşa şəhəri işğal altında olduğu dövrdə qala da möhkəm dağıntılara məruz qalmışdı. Şəhər azad edildikdən sonra qalanın böyük bir hissəsi bərpa edilmişdi. Şafa müəllim, çox maraqlı müzakirələr gedir. İstərdim verilişimizin bu hissəsində digər bir mühüm məsələyə keçid edək. Əlbəttə, maddi-texniki təminatın yüksək səviyyədə həyata keçirilməsi, ordumuzun peşəkarlığı bu öz yerində. Lakin qələbəni şərtləndirən, həlledici məqamlardan biri də əsgər zabit heyətimizin milli, mənəvi dəyərlərimizə olan sıx bağlılığı idi ki, bu mən hesab edirəm ki, müharibənin qələbə ilə nəticələnməsində mühüm rol oynamışdır. Bu haqda sizin fikirləriniz çox mühümdür, bir tarixçi alim kimi. Qeyd edim ki, milli mənəvi dəyərlərə bağlılıq müasir dünya hərbində ən vacib amillərdən biridir. Çünki döyüşün və qələbənin əldə edilməsi üçün psixoloji olaraq bunun çox böyük bir dəstəyi vardır. 44 günlük Vətən müharibəsində və ondan öncəki hərbi əməliyyatlarda da biz milli mənəvi dəyərlərə bağlılığın ordumuzun şəxsi heyətində kifayət qədər yüksək olduğunu görürük. Milli mənəvi dəyərlərə bağlılıq dedikdə burada həm ordu və şəxsi heyətin özünün tarixi keçmişini sevilməsi, onun dövlət rəmzlərinə hörmət, ordunun şəxsi heyətində olmuş müxtəlif dini konfessiyaların öz dini inanclarının göstərilməsini, vətənpərvərlik, mənəvi psixoloji hazırlıq və s. digər kateqoriyaların hər birini biz burada görə bilərik. Vətən müharibəsində şəhidlərimizin öz üzərlərində Azərbaycan bayrağı ilə döyüşə getməyi elə ən böyük milli mənəvi dəyərlərə bağlılığın biri idi. Bəzi şəhidlərimizin
özlərindən sonra buraxmış olduqları xatirə əşyalarında, döyüş zamanı, döyüş cəbhələrində özləri ilə gəzdikləri şəxsi əşyalardan da biz bunu görə bilərik ki, onların bəziləri deməli öz üzərində kiçik Qurani-Kərim olması, müxtəlif dini atributların, rəmzlərin olmasını görərək, bəzi şəhidlərimizin foto şəkillərinin biz baxan zaman onlarda dini ibadətindən sonra bu döyüşə getmələri və kollektiv, necə deyərlər, namaz qılmaq mərasimləri də var. Bəzi şəhidlərimizin özünə məxsus dini təsbihləri, şərfləri, aksesuarlar və s. biz görürük ki, onlar özləri ilə bunları daşıyırdılar və şəhidlərin bəzilərinin ailələri ilə təmasda olduqda onların necə də dinə bağlılığı, milli mənəvi dəyərlərə sadiqliyini biz görə bilirik ki, onların əksəriyyətində Azərbaycanın, yenə dediyim kimi, dövlət bayrağını, onun müxtəlif dövlət rəmzlərini öz üzərlərində daşımaları, hərbi nizamnamələrin müxtəlif hissələrinin şəhid və qazilərimizin öz üzərlərində döyüş zamanı olması şəxsi heyətin nə dərəcədə bu işə məsuliyyətlə yanaşdığını göstərir. Hətta mən deyərdim, əxlaqi dəyərlər də çox mühüm amil kimi ordumuzun peşəkar heyətində müşahidə olunurdu. Hətta əsir düşən qarşı tərəfin nümayəndələrinə qarşı humanist yanaşmalar və digər amillər ordumuzda, xalqımızda mənəvi dəyərlərin nə qədər yüksək olduğunu bütün dünyaya göstərildi. 44 günlük Vətən müharibəsində də Ali Baş Komandanın ətrafında bütün dini konfessiyaların nümayəndələri, o cümlədən etnik kimlikləri təmsil edən insanlar bir vəhdət şəklində, birlik şəklində birləşərək hünər, cəsarət göstərərək bax bu şanlı qələbənin əsasını və köklərini, təməllərini qoymağı bacardı ki, bax bu da mühüm amillərdən biridir. Az öncə də qeyd etdim ki, ordumuzun əks hücum əməliyyatlarında və bu qələbənin qazanması zamanı həyata keçirdiyi bu hərbi hücumlar zamanı beynəlxalq hüquqla yanaşı milli mənəvi dəyərlərə hörmət də özünü göstərdi. Yəni, işğaldan azad edilmiş ərazilərdə mülki şəxslərə qarşı dinc münasibətin göstərilməsi, humanist addımların atılması məhz bizim milli mənəvi dəyərlərdən gəlirdi ki, biz bilirik ki, İslam şərtlərinə görə də yəni düşmənin hətta qadın, qoca uşaqlara rəhm etmək məsələsi gəlir ki, bunun da məhz kökləri elə bizim milli, dini, mənəvi dəyərlərimizə bağlılığımız kimi durur və bizim İslam dininin bizə verdiyi bu tolerantlıq prinsiplərini biz hərbi əməliyyatlarda öz şəxsi heyətimiz tərəfindən də gördük ki, onlar düşmənin tarixi abidələrinə, onların yaratmış olduqları, qanunsuz olaraq tikmiş olduqları hər şeyə çox hörmətlə yanaşırdılar. Və əsirlərə qarşı Azərbaycan xalqının həmişə olduğu kimi bu savaşda da necə deyərlər, humanist prinsiplərlə yanaşması təkcə beynəlxalq humanitar hüququn prinsiplərinə əməl etmək çərçivəsində deyildi, həm də milli, dini, mənəvi dəyərlərə söykənmiş, tarixi keçmişimizdən doğan bir multikultural dövlətin vətəndaşlarının həyata keçirdiyi bir tədbirlər idi. Şəhid və qazilərin ailələri ilə ünsiyyətdə olarkən ailənin mühitinin və orada yaranmış bu milli mənəvi dəyərlərə sadiqliyi biz görürük və eyni zamanda Azərbaycanda orta məktəblər də bu işdə xüsusi rolu vardır ki, hər il Vətən müharibəsində şəhid olmuş müxtəlif hərbiçilərimizə aid gecələrin, tədbirlərin orta məktəbdə keçirilməsi çox müsbət bir haldır ki, bu da yeni böyüyən gənc nəsildə həm vətənpərvərliyin, həm də milli mənəvi dəyərlərin formalaşmasını artırır. Təşəkkür edirəm Şəfa müəllim. Vaxtımızda çox az qalıb. Bir sualı da ünvanlamaq istərdim. Siz Milli Azərbaycan Tarixi Muzeyində Vətən Müharibəsi Fondunun müdürüsüz. Mən bildiyim qədər orada çox maraqlı eksponatlar, şəhidlərimizə, qazilərimizə məxsus əşyalar saxlanır. İstərdim qısa olaraq həm fondun yaradılmasında məqsəd və orada şəhidlərimizə, qazilərimizə aid saxlanılan eksponatlar haqqında məlumatları verəsiniz. Çox sağ olun sualınıza görə. Milli Azərbaycan Tarixi Muzeyi elə Azərbaycan xalqının həm tarixi keçmiyini, həm də milli mənəvi dəyərlərinin qorunduğu, onun təbliğ və tədqiq edildiyi
bir elmi tədqiqat müəssisəsidir və 2020-ci il Vətən müharibəsi başa çatdıqdan sonra 2021-ci ildən etibarən Muzeyin Elmi Şurasının qərarı ilə burada yeni bir fond, Vətən Müharibəsi Fondu təsis edildi. Qısa vaxt ərzində muzeyin əməkdaşları şəhid və qazi ailələri ilə görüşərək müxtəlif eksponatları topladılar və nəticədə fondun materialları zənginləşdi və Azərbaycanda ilk dəfə olaraq Vətən müharibəsinə həsr edilmiş bir sərgi təşkil edildi. Pandemiya dövrü olduğuna baxmayaraq bu sərgi yerli və xaricilər tərəfindən çox rəğbətlə qarşılandı. Anadır arzuları hər zaman Qarabağ adlanan bu sərgi sonradan yenidən əlavə materiallarla da reekspozisiya edildi və bu fondun fəaliyyətindən haqqında deyə bilərik ki, hazırda Vətən Müharibəsi Fondunda şəhid və qazilərimizə məxsus 3395 adlı material qorunur. Xronoloji olaraq bu materiallar içərisində təkcə Vətən müharibəsi deyil, 1-ci Qarabağ savaşı, eyni zamanda 2016-cı ilin aprel döyüşləri, 2020-ci ilin Tovuz döyüşləri, 44 günlük Vətən müharibəsi, lokal antiterror əməliyyatı və eləcə də Azərbaycanın dövlət sərhədinin qorunmasında həlak olmuş milli qəhrəman Çingiz Qurbanovun və həmçinin Qaraheybət Aviasiya Təlim Mərkəzində şəhid olmuş Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularına aid materiallar qorunur. Fondun zənginləşdirilməsi hazırda da davam edir. Fond materialları əsasında biz yerli və xarici kütləvi informasiya vasitələrinə müsahibələr vermişik, yazılar təqdim etmişik. Fond materialları əsasında müxtəlif elmi toplularda ondan artıq elmi məqalə dərc edilibdir və hazırda da Vətən müharibəsinin 5 illiyinə həsr olmuş kataloq kitab üzərində işlənilir və artıq bu başa çatmaq üzəridir. Düşünürük ki, Zəfər gününə qədər biz bu işi tam başa çatdıracağıq. Hazırda Vətən Müharibəsi Fondu muzeyin daimi elmi ekspozisiyasında öz materiallarını nümayiş etdirir. Biz burada Azərbaycan milli qəhrəmanları Polad Həşimovun, İlqar Mirzəyevin, Çingiz Qurbanovun və həmçinin digər Vətən Müharibəsi qəhrəmanlarına məxsus müxtəlif əşyaların, onların isimliklərinin, məktublarının, döyüş sursatlarının bir hissələrini də biz burada görə bilərik. Bizim fondumuzda Dövlət Sərhəd Xidməti və digər güc qurumları tərəfindən bizə hədiyyə edilmiş hərbi qənimətlər də vardır ki, bunlar Azərbaycan ərazisinə dinc sakinlərə qarşı atılmış deməli partlamış döyüş sursatlarıdır. Bunların arasında Bərdə şəhərinə 2020-ci il oktyabr ayında atılmış Smerç raketinin qalıqları da vardır ki, muzeyimizə gələn izləyicilər düşmənin mülki şəxslərə qarşı amansız olmasını görürlər. Hazırda daimi elmi ekspozisiya orta və ali məktəb tələbələri ilə yanaşı Azərbaycan ictimaiyyəti üçün də açıqdır və burada daimi ziyarətçilər tərəfindən izlənilir. Muzeyimizə gəlmiş xarici qonaqlar da həmin Vətən müharibəsinə həsr olunmuş Zəfər zalında olurlar. Burada Ali Baş Komandanın batlığı altında şanlı qələbənin və şəhid və qazilərimizə məxsus materialları izləmək mümkündür. Təşəkkür edirəm Şəfa müəllim. Çox təəssüflə qeyd etməliyəm ki, vaxtımız yekunlaşır. Fürsətdən istifadə edib dəvətimizi qəbul etdiyiniz üçün, bizimlə maraqlı həm söhbət olduğunuz üçün sizə öz minnətdarlığımızı bildirir. Gələcək elmi, pedaqoji fəaliyyətlərinizdə uğurlar arzulayırıq. Əziz tamaşaçılar, bununla verilişimiz sona çatır. Sonda Allahdan şəhidlərimizə rəhmət, qazi və veteranlarımıza şəfa diləyirik. Növbəti verilişlərdə görüşənədək Allah amanında qalın.